Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Növbəti 30-cu sınavımızın izahını verəcəm. Bu 30 və 30-dan öncəki sınavları əldə etmək istəyirsinizsə, burada yuxarıda göstərilən nömrəyə yaza bilərsiniz. Həmçinin Telegram kanalımıza qoşula bilərsiniz. Orada hər bir sınavımız var. Həmçinin WhatsApp qruplarımıza da qoşula bilərsiniz. Əgər girəydə linki tapa bilməsəz və yaxud da linkdən qoşula bilməsəz, burada göstərilən nömrəyə yazın, hər birinizə göndəriləcək. Oradan istifadə edərək qoşula bilərsiniz. Həm Telegram kanalına, həm də qruplara. Gəldik. X1 və X2 ədədləri bu tənliyin kökləri olarsa, bunu tap. Bizdən bu və tənliyini qurun. Kökləri 1 bölü X1 və 1 bölü X2 olan tənlik qurun deyir. Bizim dərs izahımızda qeyd olaraq əlavə eləmişdik. Birincinin və sonuncunun əmsalının yerini dəyişməliyik. Yəni 2 bura gəlməlidir, 1 sona gəlməlidir. Yəni 2x kvadrat çıx 5x üstəgəl 1 bərabərdir 0. Təbii ki, uzun yolu da var. Riyyətdən istifadə edərək uzun olacaq, amma yenə də tapmaq mümkündür. Gəldi bura, ifadəsinin qiymətini tapın deyir. İndi baxın uşaqlar, 4 dənə loqaritma elə LC ilə yazaram. 4 LC 5 üstəgəl. Bu 16-nı 2 üstü 4 yazaram. 4 gələr qarşıya. Bunlar 4 dənə LC 2. 4-ü də qarşıya çıxardaram. LC 2 üstəgəl LC 5 olar. Uşaqlar, toplama olanda da vurulduğu üçün 2-ni 5-ə vuraram. Onlar 4 dənə LC 10. LC 10, 10 əsaslan 10 deməkdir. Bu 1 eləyir. 4-ü 1-ə vuranda da olur 4. Yəni E bəndi. 3. 8 sinus kosinus. Kosinus 2, kosinus 4x. Bir tənliyini 0 pi bölü 2 arasında neçə kökü var? Bu 8-i yazaram 4 vurulsun 2. 2 sinus kosinus mənə verəcək sinus 2x. Bu 4-ü də təzədən 2 vur 2 yazaram. 2 sinus 2x kosinus 2x mənə verəcək kosinus sinus 4x. Buradakı 2 və həmin sinus 4x kosinus 4x da mənə verəcək sinus 8x. Yəni toplamda bu sinus 8x-in açılışıdır. Bərabərdir 1-ə. 8x bərabərdir. Sinus 1-i alır 90 dərəcədə, yəni pi bölü 2 plus pi k-da 2 pi k-da. Hər tərəfi də 8-ə bölsəm, x bərabərdir pi bölü 16 üstəgəl 2 pi k bölü 8. Biz köklərin tabanda dərəcəyə keçməliydik. X bərabərdir. Pi-ni 180-i 16-ya böləndə neçə eləyir? Olur, böyük bir ədəd. İkisi ədəd eləyir. Bu da 360-ı 8-ə böləndə. 180-i 4-ə böləndə 45k eləyir. Buna baxaq görə bu neçə eləyir? Səhv etmirəmsə 4-ə ixtisar eləsək, burada 45 böl 4 qalar. 11 tam %25. 11 tam %25 eləyir dərəcə olaraq. Üstəgəl 45k. 0-90 arasında deyirsə, bunu da dərəcəyə keçiririk. İmtihana düşə bilər belə bir sual. K-ya bir dəfə 0 verək. X bərabər olacaq 11 tam %25. K-ya bir dəfə 1 verək. 1-i 45-ə vurdum, oldu 45. Üstünə də bunu gəldim. Oldu x bərabərdir 56 tam %25. K-ya 2 verəndə 90 plus bu 90-ı aşır. Mənə lazım deyil. Bizə lazım olan 2 dənədir. Bizə sayını soruşurdu, 2 dənə Y bəndi. Tənliyini həll eləyin deyir. İndi bu ifadəni sağa keçirdərəm. Y kvadrat üstəgəl 2 bölünsün Y kvadrat çıx 3Y. Bunu sağa keçirəndə mənfi olacaq. Amma baxın uşaqlar, olacaq mənfi 8Y çıx 10 bölünsün 3Y çıx Y kvadrat. Bu 3Y çıx Y kvadratda yerini dəyişsəm, Y kvadrat çıx 3Y yazsam, mənfi buradakı mənfini aparar da. İndi diqqətlə baxın, məxrəcləri eyni olan Y kvadrat plus 2 Y kvadrat çıx 3Y 8Y minus 10. Əgər bunların məxrəcləri eynidirsə, sürətləri bərabər olmalıdır da. O zaman biz sürətlərin bərabərləşdirək həll eləyək. Y kvadrat plus 2 bərabərdir 8Y minus 10. Sola keçirdərəm. Y kvadrat çıx 8Y çıx deməli yox, üstəgəl 12. Hasil 12 cəmi 8, 2 və 6-dır. Tənliyi həll elədir. 2 verəndə ödənirmi? Məxrəcə görə narahat uşaqlar, məxrəci yoxlamalıyıq. Deməli, məxrəcə yazanda 4 çıx 6, 0 olmur. Və sam ikisi də ödənir C bəndi.
6 da ödənirmi? Bəli, ödənir. Bərabərsiz həll edilir. Vurub açaram 5x çıx 10 üstə gəl 15 böyükdür 2x çıx 2. 2x-i sola keçirdərəm. 5x-dan çıxılanda qalacaq 3x. Mənfi 10-un üstünə 15 gələndə eləyir 5. Bunu da sağa keçirdərəm. Olar mənfi 5. Burada da mənfi 2 oldu. Mənfi 7. Onda x böyükdür. Mənfi 7 böl 3-dən. Mənfi 7 böl 3-dən. Yəni mənfi 2 tam 3-də 1-dən müsbət sonsuzladığı bəndi. İfadəni sadələşdir. N böl x vurulsun tərsinə çevrilir. N böl x kvadrat. Olacaq mn böl x-in kubu. C bəndi. Diaqonalı kök 8 olan kvadratın tərəfini tap. Bir dənə kvadrat çəkdim. Kök 8 nədir uşaqlar? Kök 8 4 vur 2 deməkdir. 2 kök 2 deməkdir. Bu 2 kök 2-dirsə bunun tərəfləri 2-dir. A bəndi. 10-cu 9 bir dəqiqə 8-ci sual. 48-in 8-də 7 hissəsini tap. 48-i vurursan 8-də 7-yə. Bundan bu gedər 6 qalar. 6 7-də oldu 42. B bəndi. Belə düşünün də, elə bir 8 yerə bölürsünüz 48-ə. 7 dənəsini götürürsünüz. Sonra 9. Oturacağı 4 pi olan silindirin oturacağın sahəsi. Tutaq ki, belə bir silindirdir. Oturacağın sahəsi 4 pi nə deməkdir? Bunun oturacağı dairədir. Dairənin sahəsi də pi r kvadratla tapılır. Yəni pi r kvadrat bərabərdir 4 pi-yə. Pi'lər gedər, r kvadrat 4-dürsə, radius 2-dir. Qeyd elədik burada, r bərabərdir 2. Ox kəsiyi kvadratdır. Bunun diametri onda 4 olur. İçini sildim buradan. Belə deyək də, burada 2 olur. Onda burada 4-dür. Ox kəsiyin sahəsini tap. Uşaqlar kvadrat deyirsə, ox kəsiyi hündürlüyü 4-dür, eni 4-dür. Yəni nəticədə 4 4 vurulsun 4 kvadrat eləyir deyə 4 4-ə vuranda olur 16 A bəndi. Sadələşdir uşaqlar, həddindən artıq sadə sualdır. Baxın, tangensin yerinə yazsın sinus böl kosinus. 7 qaldı sinus. Y bəndi. Uzunluğu 260 metr olan borunu 2 hissəyə böldülər. Birinci hissənin 24%, ikinci hissənin 54%-nə bərabər olarsa, ayrılan böyük hissənin uzunluğunu tap. Uşaqlar, biz borunu 2 yerə bölürük. Birinci hissə və ikinci hissə. Birinci hissə x-dir, ikinci hissə y-dir. Və bunların toplam cəmi bizə toplam borunu verdiyi üçün mən bunu bərabər eləyirəm 260-a. Birincinin 24%, x-i vuraram 24-ə, bölərəm 100-ə. İkincinin 54%-nə bərabərdir, yəni y-i vuraram 54-ə, bunu da bölərəm 100-ə. 100-lər gedər, bunu da 6-ya bölsəm 4 qalar, bunu bölsəm 9 qalar. Yəni nəticədə 4x bərabərdir 9y, x bərabərdir 9k, y bərabərdir 4k. Gətirək yazaq yerinə. 4k plus 9k bərabərdir 260. 13k bərabərdir 260. K da bərabərdir 20. K'nı 20 tapdımsa bu 180'dir, bu da 80'dir. Böyük hissəni soruşu 180. Deməli boru 2 metr 2 hissəyə bölünür. Birinin uzunluğu 180'dir, digərinin uzunluğu da 80'dir. 12. Fx bərabərdir 3x kvadrat çıx 5 funksiyasının təpə nöqtələrinin koordinatlarını tapın. Deməli uşaqlar, qrafikin qurmağa çalışsaq, baxın. Əslində mn düsturundan da istifadə edib tapa bilərik, amma çox daha asan yolu var. Bura x kvadrat olduğu üçün x y ox üzərində olacaq. Mənfi 5 olduğu üçün aşağı. Mənfi 5. Qrafik buradan başlayacaq. Təpə nöqtə buradır. Bu nöqtənin koordinatı 0, mənfi 5'dir. C bəndi. 13. Maşın birinci saat 60 km yol gedib. Hər sonraki saatda isə əvvəlkindən 8 km artıq yol gedib. 480 km yol gedibsə neçə saat yolda olub? Uşaqlar, bu silsilədir. Baxın, A1 60'dır. Hər saatda 8 km artırsa D də 8'dir. Və bizə də S-i verib, toplam yolu. SN də bərabərdir 480'a. Bizdən bilirsiniz nəyə soruşur E'ni? Yəni neçə saat yolda olduğunu. İndi baxaq, SN-in açılışını yazaq. 2A1 üstəgəl N çıx 1D
Böl 2 vur n bərabərdir 480. Bundan deməli hər tərəfi 2-yə vuraram, bu gedər, burada qalar 960. İndi A1-in yerinə yazaram 60, 2-ni vurdum oldu 120, D8-də olacaq üstə gəl 8n çıx 8 vurulsun n bərabərdir 960. İndi 8n-dən 120-dən 8 çıxanda qalır 112, 8n çıx 112, n də ataram əvvələ, bərabərdir 960. Və 8n də qarşıya çıxardaram aşağıdan. 8n mötərizənin içərisində n çıxılsın 10 deməli 4. Bərabər 960. Bundan bu ixtisar gedər. Qalar 120. N kvadrat çıx 14n çıx 120. 120-ni də sola keçirdim. Bərabərdir 0. İndi baxaq. Hasili 120 cəmi 14 olan ədəd hansıdır? Məncə hansı ola bilər uşaqlar? Hasili 120 olsun. Cəmi də 14. Məsələn 10-dan 12 cəmi olmaz. 8-dən 15 olmaz. 5-dən 24 olmaz. Neçə ola bilər bəs? Ədədlər bir-birinə yaxın olsa 6 ilə 20. Bəli, 6 ilə 20. Mənfi 6 və 20. Vuranda mənfi 120 edir. Toplayanda da müsbət 14. Mənfi 6 olmaz. Sayı bildirməlidir. Cavab oldu 20. Eni tapdıq 20. 20 də cavablarda yoxdur uşaqlar. Ya haradasa səhv etmişik. Bir dənə baxaq. Ta başdan baxaq. Buralar düzdür. 120 bu ehtimaldan çıxmada ya da toplamada səhv eləmişik. 120-dən 8 çıxanda 112 düzdür də. Burada uşaqlar toplamadı. Biz çıxma yazmışıq. Toplama olduğu üçün burada toplama olur. O zaman işlər dəyişir, tərsinə dəyişir. Mənfi 20 və 6 olur. Mənfi 20 olmaz, 6 olacaq. Cavab B bəndi. Düz gəlmişik, bir dənə işarədə səhvli eləmişdik. 14. P 5-dən 5, 5 faktorialdır. Çıxılsın. 4-dən 4, 4 faktorialdır. Bu 5 faktorialın da içərisində 4 faktorial olduğu üçün onu qarşıya çıxardıram. Qalar 5 çıx 1. O zaman 4 vurulsun 4 faktorial. 4 faktorial uşaqlar. 4 vur, 1 vur, 2 vur, 3 vur, 4. 6, 4, 24, 24 də 4-ə 96. Və son. Müstəvidən 7 cm məsafədə yerləşən nöqtədən bu müstəviyə proyeksiyası 7 olan mail çəkilmişdir. Bu müstəvi olsun. Alfa müstəvisi kimi yanaşaram. Bu mail 7-dir. Daha doğrusu mail 7-dir. Məsafə 7-dir. Proyeksiyası da 7-dir. Uşaqlar bərabər yanındadırsa bura 45 dərəcə. Orada bucaq 45-45. Məsələn bizə 45 dələ bucağı soruşur. İfadəsini tap. Uşaqlar açılış. Birincinin kvadratı 16 kök 3. Çıxılsın. Birincinin ikinciyə 16 kök 3 yox. 16 vur 3 48 çıxılsın. Birinci ikinci hasinin ikimiz 16 kök 3 üstə gəl 4. Üstə gəl 16 kök 3. Bunlar getdi. 48-in də üstə 4 gələndə 52. Loqaritma 2 əsasdan x plus 1 bərabərdir. 5-in yerinə yazaraq 2 əsasdan 32 çıxılsın. Loqaritma 2 əsasdan 3x çıx 1. Hətta bunu sol tərəfə keçirək. Daha maraqlı olsun. Loqaritma 2 əsasdan x plus 1 üstə gəl loqaritma 2 əsasdan 3x çıx 1 bərabərdir. 2 əsasdan 32. Əsaslar eynidiyə vurular. Üstlər vurular. Olacaq loqaritma 2 əsasdan x plus 1 vurulsun 3x çıx 1 bərabərdir. Loqaritma 2 əsasdan 32. Əsaslar eynidirsə üstlər bərabərləşəcək. X plus 1 vurulsun 3x minus 1 vurulsun 32. Vurulsun yox, bərabərdir 32-yə. Yəni əsaslar eynidirsə sol tərəfdə üstlərdə bərabər olmalıdır. Olacaq 3x kvadrat çıx x üstə gəl 3x çıx 1 bərabərdir 32. 3x kvadrat üstə gəl 2x çıx 33 bərabərdir 0. İndi tənliyi həll edib. Buradan x-i tapmalıyıq da. D bərabərdir
4 üstə gəl. Deməli 3-ü 33-ə vuranda 99. Bunu da 4-ə vuranda neçə edir? Deməli 4-ə vuranda 6, 3 yadda 39. 399. Hə, uşaqlar, 399 eybəcər ədəddir. Böyük ehtimalla yenə hesab səhv eləmiş. Baxaq, bunu sola keçirdik, düzdür. Toplama ilə oldu, vuruldu. Bəli. Bunu vurub açanda səhv yazmamışıq. 3x kvadrat çıx x üstə gəl 3x çıx 1. Yox, səhv yazmamışıq. Bir də baxaq. X 2 əsasdandır. 5-in yerinə 32 yazdıq. Doğrudur. Sola keçirdən də x plus 1 ilə 3x minus 1 vurulur. Bəli. Vuruldu. Onda bunun diskriminantda səhv oluyor. Ya da başqa variant yoxdur. Çünki 4 vur 3 vur 33. Deməli uşaqlar, burada 12, 13-ün 33-ə vuranda biz neçədir? 399. Uşaqlar 3-3-ə vuranda 3-3-ə vurmuruq, 12-ni 33-ə vururuq. 99-u 96 edir. 396, bu da 400. O zaman x1 bərabərdir 1 plus 20. 400-dən 20 çıxır köşkdə, böl 6. Digəri də, bu da neçə edir? Mənfi 19 böl. Bir dəqiqə. Bizim tənliyimiz hanı? Deməli, diskriminant oldu 400. x1 bərabərdir. B'si 2'dir. Mənfi 2 üstə gəl 20 böl 6. 18 6'ya böləndə 3. Digər isə bərabərdir. Mənfi 2 çıx 20 böl 6. Bu da eləyir mənfi 22 böl 6. Mənfi 4 tam neçə? Mənfi ola bilməz. Bura mənfidir. Qaldı 3. 3 ola bilər. Tənliyin həlli oldu 3. Bütün tillərinin cəmi 24 olan tetraedrin tilini tap. Uşaqlar, tetraedir oturacağı bərabər tərəfli olan üçbucaqlı piramidadır. Oturacağında 3 dənə üçbucağı varsa 6 dənə tili var. 6 dənə tilinin də 1x olsa 6x bərabərdir 24, x də bərabərdir 4-ə. Deməli tili 4-dür. Gəldik bura. ABCD dördbucaqlısında AB kök 73'dür. BC 5'dir. CD bərabərdir 2AD'yə. Yəni bura x desəm, bura 2x'dir. Fağor teoreminə əsasən bərabərliyi yazarıq. Çünki bunun kvadratı, bunun kvadratı buna bərabərdir. Cəmi. Eyni ilə də bunların. Yazaq. Bunun kvadratı olur 73. Üstə gəl x kvadrat bərabərdir 25 plus 4x kvadrat. Olacaq 3 dənə x kvadrat bərabərdir 73-dən 25 çıxanda neçə edir? Deməli 53-dən 25 çıxanda 48. X kvadrat bərabərdir 16, x da 4-dür. X 4-dürsə elə biz AD'yə x demişdik də, cavab oldu 4. Düzbucaqlı paralelipipedin hündürlüyü 2 topulda olan sualdır. Yəqin ki xatırlayırsınız. Bir dəqiqə. Paralelipipedi səliqəli çəkim. Baxın indi uşaqlar. Hündürlüyü 2'dir. Baxın, hündürlüyü 2'dir. Həcmi isə 2A kub çıx 54 olarsa, onun səthinin sahəsini hesab edin. Bura A'dır, burada B'dir. Daha doğrusu N'in də verib. N'i də A çıx 3'dür. Burada A çıx 3'dür. Bu da X olsun da, bilmirəm. Bu üçünün hasili mənə həcmi verəcək. Onda 2 vurulsun A çıx 3. Vurulsun X bərabərdir buna. Buradan 2'ni çıxardıram, qalar A kub çıx 27. A kub çıx 27'nin də açılışını yazaram. A çıx 3, A kvadrat plus 3A plus 9. Diqqətlə baxın, 2'lər gedər, A çıx 3'lər gedər. Deməli, X da bərabərdir A kvadrat plus 3A plus 9. Yəni, bunun eni, daha doğrusu uzunu budur.
A kvadrat plus 3A plus 9. İndi bu hissəsini sildim, yer qalsın deyə. Tam səthi nədir? 2 vurulsun. 2 vurulsun 6/3. Üstə gəl. 2 vurulsun bu. A kvadrat. Üstə gəl 3A, üstə gəl 9. Üstə gəl. A çıx 3-də buna vuraram. Bu kublar fərq etdi. Elə birbaşa yazıram. A kub çıx 27 edir. Məsələn, tam səthin sahəsi budur. Bunu biraz sadələşdirmək lazımdır. 2A çıx 6, üstə gəl 2A kvadrat, üstə gəl 6A, üstə gəl 18, üstə gəl A kub çıx 27. İndi baxaq, sırayla düzülüşünü yazaq. Ən böyük A kub bir dənədir. Sonra A kvadrat gəlir. 2A kvadrat bir dənədir. Üstə gəl 2A kvadrat. Sonra 2A 6A edir 8A. Üstə gəl, üstə gəl. Mənfi 6 üstə mənfi 27 edir. Mənfi 6 üstə 27. Mənfi 33. Çıxılsın 33. Bir dənə də 18 var. 33-dən də 18 çıxanda neçə edir? 15 eləyir. Bəli, 15. Üstə gəl 15 qaldı. Vəssalam. Əgər hesabda səhvə yol vermədiksə, bu şəkildə də həll. Tam səthin sahəsi oldu bu. Ümid edirəm ki, hesab səhv eləməmiş. Bir dənə nəzər eləyək uşaqlar. Nəsə şübhələnirəm çünki. Hündürlüyü 2-dir. Eni A çıx 3-dür. Həcmi də budur. Həcmi yazdı. 2-ni çıxartdı qarşıya. A çıx 3. A kvadrat plus 3A plus 9. Onlar ixtisar getdilər. A kvadrat plus 3A plus 9 qaldı. Düzdür. Tam səthin soruşursa 2 vurulsun A çıx 3. 2A çıx 6. 2 vurulsun bu. 2A kvadrat plus 6A plus 18. Bir də A bir dəqiqə uşaqlar. Biz bunu 2-yə vurmalıyıq. Çünki A çıx 3-ü buna vuranda bunun biri də yuxarıdadır. Onda olur 2 dənə A kub çıx 54. Bəli. Yox. 2-yə vurduq. Mən haradasa səhv edirəm. Bir dəqiqə uşaqlar. Videonu saxlamaq istəmirəm. Necəsə onu da eləyək. Deməli 2 çöldədirsə tam səthin sahəsini tapanda içəridə 2-yə ehtiyac yoxdur. Başdan səhv yazmışıq uşaqlar. 2-ni çölə çıxartmışıqsa 2-yə ehtiyac yoxdur axı. Bu 2 hündürlükdür. 2-yə ehtiyac var. Bir dəqiqə. Səhv yazmamışıq uşaqlar. Sadəcə burada da 2 var. Düsturun özündə də 2 var. Onunla qarışdırdım. Baxın. Bu 2 düsturda qarşıya çıxarılan 2-dir. Buradakı 2 hündürlük olan 2-dir. 2 vurulsun A çıx 3 düzdür. 2 vurulsun A kvadrat plus 3A plus 9 bu yan səthidir. Üstə gəl A çıx 3 vurulsun bu. Bəli, düzdür. Düzdür uşaqlar. Məsələn. Verilən şəklə əsasən fiqurun sahəsini tapın. Bura 30 dərəcədir. 30 dərəcənin qarşısındakı bunun yarısıdır. Bura olur 5. 30-un qarşısındakı bura 10-dur. Deməli, bərabər yanlıdır. Onda bura olur 5 kök 3. Burada olur 5 kök 3. Bunun sahəsi oldu 5 vur 5 kök 3. 2-yə bölmürəm. 5 kök 3-ə vurub edir 25 kök 3. Bura yarısıdır 25 kök 3-ün. Burada 2-yə vurdum, elə cavab oldu 25 kök 3. 22. Uzunluğu enindən 8 cm çox olan 3 eyni düzbucaqlı şəkildəki kimi verilmişdir. AB 76-dırsa bu fiqurun ümumi sahəsini tap. Uzunluğu enindən 8 cm çox. Uzunluğu enindən 8 cm. Bura x-dırsa, bura x plus 3-dür. Burada x-dir, burada x plus 3-dür. Onda bunların cəmi 3x plus 6 bərabərdir 76. 3x bərabərdir 70. Deməli, bir dəqiqə uşaqlar, 3 cm yox, 8 cm çoxdur. Burada 8-dir, burada 8-dir. Onda 3x plus 16 bərabərdir 76-ya. 3x bərabərdir 60-a, x bərabərdir 20.
Onda eni 20'dir, uzunu 28. Eni 20'dir. Eni deməli 20'dir, uzunu 28. 28 və 20. Ümumi sahə. 20'ni vuraram 28'ə, eləyər 560. Bunun 3 qatı. 3 dənədir çünki. 1500, 1680. Cavab oldu 1680. 23. N parametrin hansı qiymətində nöqtəsi bu çevrəsinə aid olar? Nöqtəsi çevrəsinə aid olar. Birinci, bu çevrəni şey eləyək, formaya salaq, kvadrat halına gətirək. X kvadrat üstəgəl 4nx. Bunun tam kvadrat olması üçün deməli, x'i götürdüm, 2'yə bölərəm. 2n 4n'in kvadratı olmalıdır. Çıxılsın 4n'in kvadratı, özümlə əlavə elədim çünki. Üstəgəl y kvadrat çıx 6ny üstəgəl. Bunun yarısı nə edir? 3n eləyir. 3n 9n kvadrat olmalıdır. Çıxılsın 9n kvadrat üstəgəl 13n kvadrat bərabərdir 15. İndi bax bu x plus 2n'in kvadratıdır. Üstəgəl bax bu y minus 3n'in kvadratıdır. Mənfi 4, mənfi 9 eləyir, mənfi 13n kvadrat. Bu da getdilər bir-birinə. Bərabərdir 25'ə. İndi bizə deyir ki, n'in hansı qiymətində bu nöqtələr bu düz xətt üzərindədir. Gətirək yazaq da, x-in yerinə yazaq 2n plus 3, üstəgəl 2n. Burada aşağılar çıx 4nx-dir, burada da çıxdı, burada da çıx olmalıdır. Onda burada da çıx olur. Kvadratı üstəgəl y-in yerinə yazaram. Deməli 3n çıx 4 çıxılsın 3n'in kənardan kvadratı. Burada 2n'lər gedər, qalar 3'ün kvadratı 9. N'lər də gedər, qalar 4'ün kvadratı 16. Bu bərabərliyə baxın uşaqlar, ödənir. N'in hansı qiymətində deyir? Mən n'ə qiymət vermədim. Bu ifadəni özün gətirib yazdım yerinə, ödəndi. Deməli n'in bütün qiymətlərində. Mənfi r yazıram. N bütün həqiqi ədədlərə daxildir. Şagirdlərin boyunu A ilə işarət edək. Cədvəldə əsasən seçilən 2 şagirdin birinin boyu 170'dən kiçik olan oğlan, digəri isə 170'dən böyük olan qız olması ehtimalını tap. Əvvəlcə x və y-i tapaq. 3y üstəgəl 2x bərabərdir 20. 4y üstəgəl x bərabərdir 10. Deməli uşaqlar, videoda əməl olmuşdu, ona görə yenidən başlatdım. Harada qalmışdıq bilmirəm, ona görə təzədən şey edirəm. Bunu silirəm buradan. Deməli bu nədir? 3y plus 2x 20'dir, 4y plus x 15'dir. Biz 7x tərəf-tərəfə deyəsən toplamışdıq. Bizə nə lazımdır? X və y-i tapmalıdır. Tərəf-tərəfə toplamayaq. Aşağını 2'yə vuraq. Onda olacaq 3y plus 2x bərabərdir 20. 8y üstəgəl 2x bərabərdir 30. Aşağıdan yuxarına çıxaq. 5y bərabərdir 2x-lar gedər, qalar 10. Y bərabərdir 2. Y 2-dirsə yazaram yerinə. Burada 6 eləyir. 3'ü 2'yə vurdum 6. 20'dən çıxdım, qaldı 14. 2x 14-dirsə x da 7'dir. Bu 7'dir. Yəni bura 14'dür. Bura 6. Bura 8'dir. Bura deməli 7. Bitdi. Bunun tənlik olan hissəsini silirəm artıq. Özünüz təzədən yaza bilərsiniz də, qulaq asın. İndi bizə deyir ki, şagirdlərin boyuna ailə 2 dənə şagird seçilib. Kombinizon P ehtimal bərabərdir. Toplam 2 dənə seçim var. Cədvələ əsasən seçilən 2 şagirddən. 35 dənə şagirdimiz var. Mən bunun ikisini seçirəm. 35'dən ikisi. Biri deyir ki, 170'dən kiçik olan oğlan. 170'dən kiçik olan oğlan. 8 dənə də olur. Kombinizon 8'dən 1 vurulsun. 170 digər də 170'dən böyük qız. 170'dən böyük qız da 14'dür. Olur kombinizon 14'dən 1. Hesablayaq. 8'dən 1 8 eləyir. 14'dən 1 14 eləyir. Aşağıda. 35'dən 2 də 35 faktorial bölünsün. 35'dən 2 çıxaram. 33 faktorial vurulsun 2 faktorialdır. Bərabərdir. Bundan bu gedər 34 vur 35 qalar. Bu da gedər bundan 17 qalar. Olacaq 8 vur 14 bölünsün 17 vur 35.
7'yə bölsəm burada 5 qalar, burada 2 qalar. Başqa da ixtisar edəcək bir şey olmaz. Onlar 16 böl 85. 16, 85'də 16. 25. C nöqtəsindən çevrəyə AB və AD toxunanları yəqin ki CD toxunanları demək istəyib. BD diametrdir, bu CD olar uşaqlar. Çünki çevrəyə C nöqtəsindən AB toxunanı çəkilib. Bir də CD toxunanı çəkilib. ACD 60'dır, BD 12'dir. BD 12'dir. Mən bunu birləşdirdim. Bu toxunanlar bərabər olduğu üçün bura 60 dərəcə olur. Burada 60 dərəcə olur. Onda qövs 60 olduğu üçün qövs 60 olur mu? Yox, bu qövs 120 dərəcə olur. Niyə? Çünki iki toxunan arasında qalan bucağı ilə aradakı qövsün cəmi 180. Bura 120'dirsə, bura olur 60 dərəcə. Onda burada olur 30 dərəcə. 30 dərəcənin qarşısındakı da hipotenuzun yarısıdır. Bura oldu 24. Bir dəqiqə uşaqlar, bizdə AB 12 deyil, BD 12'dir. Bura 12'dirsə 12'nin yarısı bura olur 6. Bitti. AB oldu 6. Və salam uşaqlar, bütün sualların izahını verdim. Hansı sual başa düşmədisə yenidən baxın, çünki bir-iki sualda belə deyim də hesabda az qalsın səhv edirdim, sonra düzəltdik. Daha o hissələrini kəsib düzəltmədim. Uşaqlar, bu və bundan öncəki sınavlarda əldə etmək istəyirsə, yuxarıda göstərilən nömrəyə yaza bilərsiniz. Mən məsləhət görürəm ki, imtahana qədər bütün sınavları işləyin. Bu qədər uşaqlar, sağ olun, hər birinizə uğurlar.